Hər vaxt xeyir olsun, dəyərli izləyicilər. Təəssüf hissi ilə mən bu xəbəri sizin diqqətinizə çatdırıram. 25 iyun 2025-ci il Azərbaycanın 3-cü ən böyük şəhərlərindən olan Gəncə şəhəri. Gəncədə nələr baş verir? İlk öncə mən bu sualı hər kəsə verirəm. Gəncədə nələr və nə baş verir? Adının Gəncə olduğu bu şəhərdə artıq bir neçə aydır ki, müəmmalı ölümlər, intiharlar, qətillər baş verir. Çox maraqlıdır. Bu dəfə isə 3 gün imiş itkin düşən İbrahim Nəzərov, 19 yaşlı İbrahim Nəzərov babası tərəfindən axtarılır. Babası onu axtarır və sonuçda onun yaşadığı öz evindən, İbrahim Nəzərovun yaşadığı evindən onun meyitini aşkar eləyir. Bununla bağlı təbii ki, hüquq mühafizə orqanları araşdırmalar aparırlar. Amma ki, nə fayda? Burada artıq olan olub, gənc dünyasını dəyişib. Təbii ki, səbəblər onun ekspertiziyadan sonra məlum olar. Burada mənim demək məqsədim odur ki, mən bu kimi xəbərləri məcburən sizə oxuyuram. Yəni, bizim işimiz xəbəri oxuyub, mənim işim xəbəri oxuyub, sizlərin diqqətinə çatdırmaqdır. Mən çox istərdim ki, yaxşı, xoş xəbərləri insanlarımızın diqqətinə çatdırım. Əfsuslar olsun ki, artıq Gəncədən gənclərimizin ölüm xəbərlərini sizlərə oxuyuruq. Bu ürək ağrıcı bir göstəricidir, ürək ağrıcı bir statistikadır. Nələr baş verir Gəncədə? Allahın anında.